Xəbər verdiyimiz kimi Azərbaycan üzgüçüsü idmançımız Oqtay Hüseynov qarışıq üsulla 400 metr məsafədə finişə birinci çataraq qızıl medal əldə edib. Bölgə TV-nin araşdırmasına əsasən babasının adını daşıyan idmançımız məşhur və əməkdar hakim Oqtay Hüseynovun nəvəsidir. Belə ki, tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Qulamoğlu Hüseynov 1946-cı il iyun ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun güləşmə və onun metodikası fakültəsini bitirən Oqtay Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib. Qeyd edək ki, Oqtay Hüseynov 1991-ci ildən fil referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının 14 dəfə dünya çempionatının 22 beynəlxalq turnirinin hakimi olub. 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan Y kateqoriyasını alıb. Oqtay Hüseynovun nəvəsi Oqtay Hüseynov da 7 yaşından sırf üzgüçülüklə məşğuldur. Bu nailiyyət MDB oyunları tarixində Azərbaycan komandası üçün ilk qızıl medal kimi qeydə alınıb. Qeyd edək ki, ölkəmizdə qızıl medal qazandıran Oqtay Hüseynovun uşaqlıqdan məşqçisi Teymur Quliyev olub. Rəna Rövşən qızı, BTV.